Sabahınız xeyir olsun, hörmətli tamaşaçılar. TV1-in efirində böyük tənəffüs verilişidir. Verilişimizin bugünkü qonaqları 21-ci əsr kompetensiyalarını özündə ehtiva edən, səriştə, bilik və bacarıqları ilə həmyaşıdlarına nümunə ola bilən tələbə və şagirdlərimizdir. Çox qürur verici məqam ondan ibarətdir ki, məhz bu tələbələri, bu şagirdləri yetişdirən Azərbaycan təhsili, Azərbaycan elmi, Azərbaycan məktəbi və Azərbaycan müəllimidir. Gəlin onlarla tanış olaq. Xoş gördük uşaqlar. Salam, mən Nəbəcəm Rəslanova, Azərbaycan Texniki Universitetinin 1-ci kurs tələbəsiyəm. Nə gözəl, siz özünüzü təqdim edin. Salam, mən Alayeva Ayla Bayramqızı, Xırdalan şəhəri 1 nömrəli tam orta məktəb şagirdiyəm. Nə gözəl. Belə başlayırıq ana bacım. Sizdən başlayırıq və mən dəfələrlə sizinlə olan söhbətlərimizdə də hər zaman diqqətimizi, hətta məktəb yaşlarından, şagird olduğum vaxtlardan diqqətimizi çəkən bizim gələcəyimizin qurucusu, yeniyetməmiz, şagirdimiz, indi də çox uğurlu bir tələbəmizsiniz. Mən sizin uğur hekayənizi eşitmək istəyirəm. Hər şey necə başladı ana bacım? Məktəbdən necə başladı? Bax, sizin uğur hekayənizi eşidək. Əvvələ Abşeron rayon Qobu 2 nömrəli tam orta məktəbi bitirmişəm. 2-ci sinifdən müxtəlif şahmat yarışlarına qatılmaqla başlamışdım. Həmin zamanlar qız şahmat oynayan az idi deyə, demək olar hər zaman ən yaxşılardan biri mən olurdum və həmişə seçilirdim. Müxtəlif müsabiqələrdə də şahmat üzrə qalib gəlmişəm. Daha sonra 6-cı sinifdən məktəb daxili müsabiqələrdə və Abşeron üzrə müsabiqələrdə qalib olurdum. 7-ci sinifdən isə respublika üzrə müsabiqələrə iştiraka başladım. İlk öncə qalib olduğum müsabiqələrlə Təhsil Nazirliyi ilə, Keçmiş Təhsil Nazirliyi ilə, başqa digər nazirliklərlə, Texnofestlə, Sabahın alimləri müsabiqəsində hətta Amerikan beynəlxalq tanınma sertifikatını aldım. Daha sonralar isə müəyyən müddətə çatdıqdan sonra yeni bir ixtira yaratmışdım. Havadakı karbon qazını təmizləyən yeni karbon dioksid diamond qurğusu. Bu qurğunu hətta o qədər inkişaf elətdirdim ki, Elon Musk'ın X-Prize yarışına qədər yeganə dünyadan 4 şagird təqdim etmişdi və onlardan biri mən idim. Düzdür, bu qurğunu yaradanda müxtəlif çətinliklər yaşadım. Bəzən inanmırdılar ki, bu qurğu reallaşar və yaxud o müsabiqədə iştirak şansım olar və ya bunu ümumiyyətlə bu müsabiqədə təqdim etmək nə dərəcədə düzgün idi və s. Amma mən bu qurğunun həm patentini ala bildim, həm beynəlxalq tanınma sertifikatını ala bildim, həm də digər bir çox beynəlxalq müsabiqədə qalib ola bildim. Əlavə uğurlarımdan isə 1 milyon istifadəçisinin olduğu virtual məktəb platformasında virtual alıcı bilik yarışında qalib oldum və bunun üçün də Elm və Təhsil Nazirliyi, Keçmiş Elm və Təhsil Naziri Ceyhun Bayramovla görüşmüşəm. Respublika üzrə riyazi məntiq yarışında qalib olmuşam. Beynəlxalqda isə Beynəlxalq STEM Azərbaycan festivalında 1-ci yer tutmuşam. Dünya Robot Olimpiyadasının Respublika mərhələsində 2-ci yer və bu yaxınlarda isə Robotex Avrasiya çempionatında 1-ci yer tutaraq böyük finala, yəni Danimarkaya vəsiqə qazandım. Bax, o qədər qürur verici məqamlara toxunursan ki, bütün bu sadaladıqların ki vardır, əlbəttə ki, bu əzmkarlıq tələb eləyir, həm vaxt tələb eləyir, xüsusi bir intizam tələb eləyir. Bunu necə qururdun? Necə sən bu vaxtı ayırırdın? Necə hədəfə doğru? Yəni, çünki hər ikiniz üçün mən sizə bir həyat hekayəti xatırladım ki, yəqin ki, siz də bunu müəllimləriniz sizə söyləyiblər. Bir müəllim şagirdlərinə yaxşı nümunə olmaq üçün sinifə daxil olur, topu verir şagirdlərinə və deyir ki, uşaqlar, bax, bunu xəyali bir səbətə atın. Və uşaqlar çox çaşırlar ki, müəllim, bunu olmayan səbətə topu necə atmaq ola bilər ki? Müəllim onda deyir ki, mənim də elə məqsədim ondan ibarət idi ki, əlinizdəki top sizin arzularınızdır, sizin xəyallarınızdır. Bunu gerçəyə çevirmək üçün siz mütləq şəkildə lazımdır ki, nə edəsiniz? Dəqiq hədəflər, dəqiq məqsədlər qoyasınız və bu məqsədə doğru addım-addım addımlayasınız. Yəni, mən bunu sizin üçün danışdım ki, həm də sizin yadınızda bir qalacaq gerçək həyat hekayəsi olsun. Sən necə bu məqsədə doğru, hansı hədəfləri qoydun, buna necə addım-addım addımlayırdın? Haqlısınız, xəyallardan önəmi var. Həmin zaman ən üstün səviyyəni düşünməliyik ki, biz o məqsədə çata bilək. Yüksək insanları görürdük, müxtəlif sahələrdə beynəlxalq uğurlar qazanan, müxtəlif layihələrdə iştirak edən ixtiraçılar, hətta onu qeyd edeyim ki, Nobel mükafatını alan çox az sayda qadın var.
Bu bizə əslində mənfi təsir edir, amma bizim inkişafımız üçün əslində yaxşı bir köməkdir ki, biz qadınlar daha çox inkişaf eləyək. Əsas layihələri yaradanda məktəbdən motivasiya alırdım. Məktəbdə müəllimlər motivasiyalandırırdı, həvəsləndirirdi. Motivasiyanın həm valideyn cəhətdən, həm məktəb cəhətdən düşünürəm ki, çox önəmi var. Əgər biz müəyyən məqsədə çatmaq üçün məqsədi qoyanda, hədəfə çatanda motivasiyamız olmasa, biz həmin hədəfə çatmağı təbii ki, inkar edərik. Əsas olan müəllimlərin dəstəyi idi mənə görə. Həm də yəqin ki, öz əzmkarlığın idi. Bax, Ayla, indi mən sizə müraciət edirəm. Deməli, anabacı danışır və yəqin ki, izləyirsiniz ki, anabacının uğurlarında onun əzmkarlığı, gününün planlaşdırılması vacib məqamlardan idi. Və siz gününüzü necə planlaşdırırsınız? Mən günümü bir gün öncədən planlaşdırmaya çalışıram ki, dərs, istirahət və digər görəcəyim işlər üst-üstə düşməsin. Məsələn, günümü planlaşdırarkən mənim öncəliyim dərslərim və istirahətim olur. İstirahət mənim üçün dərslərim və istirahətim olur. Dərslərimə az olduğu vaxtı isə idmana getməklə dəyərləndirirəm. İdmana gedərkən idman müəlliməmin mən tərtib etdiyi 2 saatlıq məşqdən sonra özümü həmişəkindən daha çox gümrah hiss edirəm. İdmanla yanaşı üzgüçülük proqramlarımı da edirəm. Beləliklə günümü planlı şəkildə başa vururam. Nə gözəl. Ana bacım, bax, bayaq deyirsiniz ki, Nobel mükafatçılar arasında qadınların azlığı. Yəqin hədəflərdə bu da varmı gələcək üçün? Bəli, düşünürəm ki, elə ixtiramı daha da inkişaf elətdirim, dünya səviyyəsinə çıxardım və Azərbaycandan da Nobel mükafatı ala bilən qadın olsun. İnşallah, nə gözəl. Məni sizin bu fəaliyyətiniz dövründə, sizin uğurlarınızda mənim diqqətimi çəkən yaxşı bir məqam oldu ki, adətən bacarıqlı şagirdlərimiz, bacarıqlı yeniyetmələrimiz uğur qazandıqca ölkədən getməyə, xaricdə təhsil almağa daha çox önəm verirlər və məni bir təhsil işçisi kimi, bir alim kimi həmişə bu bir qədər sözün açığı deyim ki, məyus edir nə mənada? Mən istəyirəm əlbəttə bizim şagirdlərimiz xaricdə təhsil alsınlar, bu bir təcrübədir, bu bir sınaqdır, bu daha da böyük bir elmi cəmiyyətlərlə tanışlıqdır. Amma mən arzu edirəm həmişə ki, onlar təhsillərindən sonra bizim ölkəmizə fayda versinlər. Amma sizin kimi uğurlu bir tələbə Azərbaycanda təhsil alır. Bir qədər də bundan danışaq. Siz Texniki Universitetin tələbəsisiniz. Oradakı fəaliyyətinizdən, oradakı professor müəllim heyəti ilə necə əməkdaşlıq edirsiniz? Texniki Universitetdə biz uğurlu gənclər üçün çox imkanlar yaradılır. Müxtəlif laboratoriyalar açılır. Bizə hətta dərsdən kənar həmin laboratoriyalarda istifadə etməyə imkan verirlər. Həm uğurlu tələbələrə ön plana alırlar ki, bizi inkişaf eləmək daha önəmlidir. Praktikaya bizə çox önəm verirlər ki, biz məsələn müxtəlif layihə yaradanda həmin layihələri gerçəkləşdirə bilək. Düşünürəm ki, xarici ekspertləri bizim universitetə dəvət edib həm onlardan təcrübə almaq da bizə də xaricin təcrübəsini verir Texniki Universitetdə. Nə gözəl. Elə xarici təhsildən, xarici alimlərlə əməkdaşlıqdan bəhs elədik. Xarici dil bacarıqların hansı səviyyədədir? İngilis dili və alman dili üzrə bilirəm səviyyədə. Yaxşı səviyyə. Ayla, bax, Ayla bacı xarici dil bacarıqlarından bəhs edir və sizin dil bacarıqlarınız necədir? 13 yaşım var və hələ ki 2 xarici dil bilirəm. Gələcək hədəflərim arasında fransız və ən çətin dil olan Çin dilini öyrənmək durur. İnanıram ki, o dillər də rus və ingilis dillərini mükəmməl bildiyim kimi öyrənəcəm. Zənnimcə, xarici dilləri öyrənməyin ən gözəl şəkildə öyrənməyin yolu yalnızca o dildə filmlər izləməkdir. Mən 2 xarici dilləri əlavə dərslər alaraq və yalnızca o dildə izləyərək öyrəndim və inanıram ki, hər kəs çalışsa asanlıqla əlavə dərs belə almadan öyrənə bilər. Nə gözəl. Ana bacı, sabahın alimləri respublikada ən yüksək səviyyəli bir müsabiqədir və siz o müsabiqənin qalibi də olmusunuz, səhv etmirəmsə. Bir qədər ondan bəhs edək. Sabahın alimləri Respublika müsabiqəsində ilk öncə onu deyim ki, mən 7-ci sinifdə oxuyurdum əvvəllər.
virtual hallatçı müsabiqəsində qalib olanda orada qeyd etmişdilər bir neçə tələbə ki, mən Sabahın alimləri müsabiqəsinin qalibiyəm. Mən onda nə zaman düşünürdüm ki, görəsən mən ixtiraçı ola bilərəm, həmin Sabahın alimləri müsabiqəsində iştirak edə bilərəm. Bu həmişə məni düşündürdü ki, bəlkə mən bacarmaram burada iştirak etməyi. Nə zamansa bir ixtiram olmaz, yeni bir layihə yarada bilmərəm. Amma 8-ci sinifdən artıq inkişaf elətdirəndə məktəbimizin dəstəyi ilə Sabahın alimləri respublika müsabiqəsinə qatıldım. Və orada da Amerikanın beynəlxalq tanınma sertifikatına layiq görüldüm. Bizdə hibrid formada keçirilirdi həm də müsabiqə, xariclə əlaqəli olaraq Amerika ilə. Biz beynəlxalq sertifikatı Amerikanın SM fondunun tərəfindən aldıq. Orada da bir qədər həyəcanlı məqamlar çox idi. Qaliblərin elan olunması ki, hər zamanki həyəcanlı məqamlardan biridir. Qaliblər elan olunanda amma artıq inandım ki, mən bunu bacara bilərəmmiş. Uğur qazanmağın yolu ana bacı məncə komanda işindən də keçir. Yəqin ki o ixtira vaxtı sizin müxtəlif müsabiqələrdə çıxışlarınız bir komanda işi də var idi. Komanda ilə əməkdaşlıq bacarıqlarınız necədir və bunu həmyaşıdlarınıza nə tövsiyə edirsiniz? Çünki uğurun qazanmasında komanda işinin əhəmiyyəti nə dərəcədədir? Komanda işinin əhəmiyyəti çoxdur. Biz qurğunu yaradan vaxt 12 fərqli ölkə ilə işləyirdik. 78-dən çox üzvümüz var idi 12 fərqli ölkədən. Onlarla birgə müəyyən sahələrə bölünmüşdü ki, kim hansı sahəsi. Ümumi iş görüləndə çox vaxt komanda zəif olur. Amma bölünəndə ki, kim hansı sahəni daha yaxşı görsün, onda komanda daha tez inkişaf edir. Vəzifə bölgüsünün dəqiq aparılmasını deyirsiniz yəqin. Əlavə olaraq da komandada düşünürəm ki, bir-birinə rəqabət aparmaq yaxşıdır, amma paxıllıq etmək pisdir. Tələbələr inkişaf edirsə, hamı birgə inkişaf eləməlidir, birgə inkişafa inanmalıdır və bu komandanın daha da inkişafına səbəb ola bilər. Nə gözəl. Ayla, bax, komanda işi, əməkdaşlıq sizin qrup işlərinizdə də var məktəbdə. Bəs sizdə necə? Xoşunuza gəlirmi o qrup işləri? Məncə uğur qazanmanın yolu əmək verməkdən, səbirdən və məsuliyyətdən keçir. Əlbəttə ki, bütün bu xüsusiyyətləri daşıyan insanlardan ibarət komanda ilə işləmək insana daha da çox stimul verər. Amma mən komanda ilə deyil, daha çox individual işlədiyim üçün məncə mənə daha rahat fərdi işləməkdir. Sizə rahat fərdi işləməkdir. Bəli. Amma gələcək üçün, yəni indiki təhsil metodu bizdən komanda işini də tələb edir. Mən hesab edirəm ki, inşallah gələcəkdə siz komanda işində də o komanda ilə birgə əməkdaşlıq bacarıqlarınızı da inşallah ki, inkişaf etdirəcəksiniz. Və ana bacı, mənim üçün maraqlıdır. Sizin zənninizcə intizamlı, qabaqcıl tələbə, məsuliyyətli tələbə hansı tələbədir? Sizin nöqteyi nəzərinizdən. Məncə hər zaman dərsinə hazırlıqlı təbii ki və inkişaf etməyə yönəlik bir uşaq hər zaman öndə olmalıdır. Öndədir də. Uğur qazanmaq önəmlidir, layihələr yaratmaq önəmlidir. Bəzən universitetdə belə tələbələr gəlir, sadəcə dərs oxuyub gedir və sonda universiteti bitirəndə diplom qalır. Müəyyən layihələri yaratmaq, inkişaf edən tələbələr amma hər zaman öndə olurlar və müxtəlif işlərdə təbii ki işləyə bilirlər. Bəli. Ayla, bəs sizin nöqteyi nəzərinizdən uğurlu şagird, intizamlı şagird hansı şagirddir? Məncə qabaqcıl, intizamlı şagird dərslərini vaxtında çalışan, müəllimələrin dediklərinə qulaq asan, məktəbin qayda qanunlarına riayət edən şagirdlərə deyilir. Belə şagirdlər dərs zamanı fəal olurlar, sinif yoldaşlarına kömək edirlər. Beləliklə həm müəllimələrin, həm də ki dostların hörmətlərini qazanırlar. Mən də çalışıram ki, belə bir şagird olum. Çünki əgər elə bir şagird olsam, cəmiyyətdə çox faydalı olacağımı düşünürəm. Nə gözəl. Ana bacı, cəmiyyətə faydalılıq, bax, Ayla deyir ki, cəmiyyətə faydalı olmağı düşünürəm. Siz də cəmiyyətə fayda verə biləcək gənclərimizdənsiniz. İxtiranızla bağlı bir kitab mı yazmaq, bunu cəmiyyətə təqdim etmək, müəyyən bir layihələr həyata keçirmək, həm yaşıdlarınıza tövsiyələr, belə bir planlar varmı? Əvvəllər Uşaq Səfirlər Məclisində Ailə Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Uşaq Səfirlər Məclisində Abşeron rayonu üzrə nümayəndə olmuşam. Biz elə burada həm uşaqların inkişafına, həm uşaqların hüquqlarının qorunmasına, uşaqlara psixoloji dəstək və sair kimi köməkliklər edirdik. Hal-hazırda tələbə olduğum üçün fəaliyyətim bitib. Məktəb vaxtı amma müxtəlif məktəblərdə olurduq, Abşeron məktəblərində və uşaqların inkişafına xüsusi önəm verirdik.
Qurğu tərəfdən isə maarifləndirmək üçün də bir neçə ekoloji tədbir keçirilmiş ki, təbiəti qorumaq önəmlidir və s. Qurğunun da düşünürəm ki, elə atmosferdəki karbon qazını təmizləyərək dünyaya bir faydası olacaq. İnşallah. Valideynlərin, müəllimlərin məsləhətləri ilə necə? Bax, bunların uğurlarınızda nə dərəcədə əhəmiyyət var? Bayaq dediniz ki, bəli, mən motivasiyanı müəllimlərimdən, valideynlərimdən alırdım, amma müəyyən uğur əldə edən bizim gənclərimiz artıq hər şeyi mən özüm başarıram, başqa bir məsləhətə ehtiyacım yoxdur deyə bir təkəbbürlü onlarda xarakter formalaşır. Sizdə necədir? Valideynə, müəllim məsləhətinə necə rahatlıqla qəbul edə bilirsinizmi? Bəli, məncə valideyn və müəllim məsləhətini dinləmək lazımdır. Çünki əsas motivasiyanı onlardan alırıq. Bəli. Və siz necə əla valideynlərə, müəllimlərə səbirlə dinləyə bilirsinizmi? Bu sualınuza çox uzun-uzadı cavabım yoxdur. Az və öz deyə bilərəm ki, böyüklərə qulaq asaraq, onların dediklərinə əməl eləyərək aldığım və alacağım uğurların əsas səbəblərindən biridir. Bax, Ayla, dərsdə hər hansı bir problemlə üzləşəndə bunu necə həll edirsiniz? Başqa bir konkret olaraq mənə necə yol göstərdilərsə, müəllim nə dedisə, bir tapşırıq verdi, onu mu edirəm, yoxsa bir ayrı bir həll yolu da fikirləşirsiniz? Necə olur? Hər hansı bir problemlə qarşılaşıramsa, ilk öncə özüm o problemi həll etməyə çalışıram. Əgər alınmırsa, valideynlərimdən və ya müəllimələrimdən sual verirəm. Həmçinin internetdən, kitablardan və digər resurslardan da istifadə edirəm. Amma arada da sinif yoldaşlarımla birlikdə müzakirə edərək daha tez həll edirik. Ona görə düşünürəm ki, əsas burada problem problemdən qorxmamaqdır, yəni. Bəli. Əsas məsələ problemdən qorxmamaqdır. Əla. Bəs ana bacı, sizdə necədir? Bu hadisələr, problemlərin həllində divergent və yaxud konvergent olmağa üstünlük verirsiniz? Necədir münasibət? Düşünürəm, əgər dərs zaatdan problemlərim olarsa müəllimlərə yaxınlaşıram, hansı problemin olduğunu izah edirəm və yaxud komanda dediyim kimi önəmlidir. Qrupda da, universitetdəki qruplarımızda da birgə işləyirik müxtəlif məsələləri, tapşırıqlar ki, problemlər daha tez həll olunsun. Baxın, bütün bu uğurlarla, dərslərlə yanaşı insan mənəviyyatını formalaşdıran, insan mənəviyyatını zənginləşdirən həyatda hobbilər vardır və mütaliəni həyat tərzinə keçirmək bu insanın könlünü daha işıqlı edir və bunda necə, hansı hobbiləriniz var? Bax, bundan danışaq. Mütaliəyə marağınız hansı səviyyədədir? Bəli, düz qeyd etdiniz. Elə mütaliə mənim də həvəsim çoxdur. Əlavə olaraq da araşdırma eləməyə həvəsim çoxdur. Müxtəlif ona görə də layihələr yaratmağa fokuslanmışam. Və siz necə mütaliəyə, kitablarla marağınız necədir? Mütaliəni çox da sevdiyimi deyə bilmərəm, çünki dərslərimin çoxluğu sevdiyim mövzularda kitabları oxumağa imkan vermir. Amma sonuncu dəfə 2 həftə öncə əmimin mənə hədiyyə etdiyi müəllifi Bahram Baqirzadə olan My Prekrasnaya Жизнь və Şəhər kitabını böyük maraqla oxuyub bitirdim. Həm də yay tətili zamanı hər boş vaxtım olduqca Harry Potter Filosofski Kamin və Gravity Falls kitabını böyük maraqla oxuyub bitirdim. Aha, nə gözəl. Bəs ana bacı, sizin musiqi, bu kimi bacarıqlarınız necədir? Bir musiqi alətində ifadə edirsinizmi, yoxsa necə? Musiqiyə marağınız necədir? Xeyr, çox vaxt bir yönəllik olur tələbələr, ya elmə yönəlici olur, ya hansısa bacarıqlara. Ən çox elmə yönəlmişəm. Ən çox elmə yönəlmisiniz və elmdə qarşıdakı, bayaq dediniz ki, ixtiranı daha da genişləndirmək var, yeni ixtiralar var, düzdür? Daha hansı planlar var elm yolunda? Əsas olaraq düşünürəm ki, layihələrimi dünya bazarına çıxarmaq, daha çox tanıtmaq və insanlara daha çox fayda vermək. Təbii ki də özümdən kiçik yaşıdlarıma və yaxud özümdən kiçik olanlara bu sahədə motivasiya vermək əsas məqsədlərimdəndir.
Bax, mən də çox istəyirəm ki, sizin, baxın, həm yaşıdlarınız var ki, bunlar sosial şəbəkələrdə çox tez qəhrəmana çevirirlər. Amma bunlar dırnaqarası qəhrəmanlardılar. Mənim üçün, cəmiyyət üçün də bizim istəyimiz bundan ibarətdir. Biz böyüklərin, müəllimlərin, valideynlərin ki, və sizin kimi, yəni tərbiyəsi ilə, əxlaqı ilə, bacarığı ilə seçilə bilənlər bizim həm yaşıdlarınızın sizin qəhrəmanına çevrilə biləsiniz. Bax, bununla bağlı mən istəyirəm ki, hansı tövsiyələriniz var həm yaşıdlarınıza, hansı işləri görsünlər ki, baxın, o sosial şəbəkələrdə vaxt keçirməyə daha faydalı etmək olar da. Düzdür, bax, nə kimi tövsiyə edərsiniz həm yaşıdlarınıza? Düşünürəm ki, sosial şəbəkələrdən mən özüm də müxtəlif videolar çəkmək olar, motivasiya edici və yaxud uğurları paylaşmaq olar ki, digər tələbələr baxıb uğur qazansın. Çox vaxt elə biz özümüz də müxtəlif uğur qazanan tələbələrin səhifələrini izləyirik ki, onlar hansı bacarıqlarla inkişaf edirdi və yaxud dərs videoları çəkmək olar ki, digər bilməyən tələbələrə faydalı olsunlar. Aha. Əla, bax, ana-bacını dinləyirik bayaqdan və böyük uğurları vardır. Bu bizim üçün qürur mənbəyidir. Mənim üçün maraqlıdır. Bu söhbətləri dinlədikdən sonra ana-bacıya bir sualın varmı? Bir sual vermək istəyərsiniz? Bu hədəflərinizə çatanda, yəni düşünürdünüzmü, mən nəsə eləyə bilmərəm və ya yəni hədəfimə birdən çata bilmədim? Yəni bir qorxu hissi var idi, onu soruşmaq istəyirsiniz. Bəli. Bəli, var idi. O hər birimizdə olur. Təbii ki, düşünürük ki, bacarmaram, edə bilmərəm, uğursuz olacağam. Çox vaxt da məğlubiyyətə üzləşəndə bunu baş verir ki, deyirik ki, bu layihə gerçəkləşməyəcək. Amma sonradan yenidən düşünəndə ki, yalnız o münsif məni bəyənmədi və yaxud mən bunu bəlkə kiçik bir səhv etmişəm, bəlkə hansısa bir vaxtımı düzgün sərf eləməyib layihəyə ayırsaydım, daha çox inkişaf eləyərdim. Düşünəndə daha da inkişaf edirsən və digər müsabiqələrə, digər layihələrə və yaxud digər fəaliyyətlərə vaxt ayıranda görürsən ki, yox, inkişaf etmək olur. Məqsədin ardınca gedəndə hər zaman inkişaf etmək olur. Ana-bacı, mən istəyirəm bir sualda siz verəsiniz Aylaya. Məktəbdə hansısa fəaliyyətlər ilə məşğul olur, əlavə layihələrlə və s. Yəni qoşuluram əlbəttə ki, çünki mənim fikrimcə sadəcə ev tapşırığını elədin yox, başqa olimpiadalara və ya başqa fəaliyyətlərlə də məşğul olmalısan. Məsələn, hansısa bir olimpiadalara qoşularaq öz güvəni artıra bilərsən və ya hansısa bir musiqi alətlərlə məşğul ola bilərsən. Beləliklə həm dincəlmiş olursunuz, həm də ki onlardan istifadə etdikcə özünüzü daha da gəlişdirirsiniz. Nə gözəl. Bax, mən sizin fikirlə, əslində mən sizinlə daha çox söhbət etmək istəyərəm. Çünki siz bizim gələcəyimizin qurucularısınız, bizim uğurumuz olacaqsınız inşallah. Və mən çox istəyirəm ki, hər zaman bax sizi belə əzmkar görüm, sizi və heç nə həyatda gərək ki, sizi ruhdan salmasın. Ümumiyyətlə, Mövlana Cəlaləddin Ruminin gözəl bir deyimi vardır ki, hər nə fəaliyyətə başlayırsansa, hər nə iş görürsənsə gör, mütləq gözəli ara. Doğrunu ara, dürüstü ara, çirkini arama. Yəni biz gördüyümüz işdə əlbəttə ki, çətinliklər olacaqdır və bizi ruhdan salan müəyyən qüvvələr olacaqdır. Uğurun birinci yolu oradan keçir ki, ruhdan düşməyək. Yıxıldınmı, yenidən ayağa qalxacaqsan. Yoruldunmu, yenidən başlayacaqsan. Sıfırlandın hətta insan, gərək yenidən bir güc yılsın ki, bu sıfır əksinə məni ruhdan salmadı, mənim qalibiyyətimə, mənim arzularıma sədd ola bilməz. Yalnız və yalnız əksinə bir enerjimi yenidən formalaşdırmağa mənə kömək edəcəkdir. Mən sizin hər ikinizə təşəkkür və minnətdarlığımı bildirirəm ki, bugün bu studiyaya gəldiniz, uğurlarınızdan danışdınız və mən də sizin bu uğurlarınızın davamlı olmasını diləyirəm və ana-bacı, mən arzu edirəm və əminəm ki, biz sizin daha böyük ixtiralarınızla bağlı görüşəcəyik inşallah. O zaman da o söhbət edəcəyik. Bax, son sözünüz nədir? Nə demək istəyirsiniz? Nəyi, bax, demək istəyirdiniz, mən sizə sual vermədim. Elə bir şey oldu mu? Hansı məqama toxunmaq istədiniz ki, mən o sualı vermədim ki, siz onu çatdırmaq istəyirsiniz? Bax, onu da deyə bilərsiniz. Xeyr, çox sağ olun. Ətraflı məlumatı verdim. Tələbələrə demək istədiyim odur ki, hər zaman inkişaf etsinlər, hər zaman ən çox inkişafa yönəlik olsunlar dərslərdən əlavə də. Çünki inkişaf hər zaman ön plana keçəcək.
Ne İnşa güzel. bilirlər. Elma sizin bir sözünüz var mı? Ben size hansı sualı vermedim demək istəyirdiniz? Hem yaşıdlarınıza ne demək istəyirsiniz? Xeyr, hər şey haqqında məlumatlı, yəni yaxşı suallar verdiniz. Sadəcə deyə bilərəm ki, gərək hər kəs erkən yaşdan çalışmağa başlasın ki, sonradan o yaşa gəlib elə bilməyəcəyiniz olmasın. Yəni vaxtdan düzgün istifadə etmək lazımdır. Ne güzel. Her ikinize bir daha minnettarlığımı bildirirəm. Hörmətli tamaşaçılar, bir daha vurğulayıram verilişimizin əvvəlində dediyimiz kimi, məhz belə şagird və tələbələri yetişdirən Azərbaycan məktəbidir, Azərbaycan təhsilidir, Azərbaycan müəllimidir və belə səriştə, bilik və bacarıqları formalaşdıran məktəblərdən birində Böyük Tənəffüs verilişinin komandası qonaq olubdur. Bizim bu dəfəki səfərimiz Abşeron Xızı Regional Təhsil İdarəsinin Saray qəsəbəsində yerləşən Müzəffərov adına 2 nömrəli tam orta ümumi təhsil məktəbdə STEAM mərkəzin fəaliyyəti ilə tanış olmuşuq. Görüntüləri bərabər izləyirik. Yenidən görüşmək ümidi ilə salamat qalın. STEAM ümumiyyətlə texnologiya, mühəndislik, incəsənət, riyaziyyat və elmin birlikdə vəhdəti deməkdir. Yəni bunların qarşılıqlı inteqrasiyası deməkdir və şagirdlərimiz bu gün STEAM mərkəzlərində yalnız teoretik biliklərə deyil, eyni zamanda teoretik biliklərlə yanaşı praktik bacarıqlara da yiyələnirlər. Şagirdlərimiz keçən il ölkə birincisi olmuşdur. 2 komandamız. Ondan əvvəlki illərdə də uğurlarımız var, gümüş medallarımız var, qızıl medallarımız var. Bu bizim şagirdlərimizdə STEAM mərkəzinə daha da bir stimul yaradır, daha da bir motivasiyadır uşaqlarımız üçün. Biz STEAM üzrə keçən il keçirilən VEX turnirində ölkə ikincisiyik. Biz VEX A2 üzrə qatıldıq. Dərs prosesi çox rahat gedirdi. Yəni hazırlaşmağımız 7 ay müddətimizi almışdı. Bizim ikinci yaşımız olduğuna görə də çox rahat hazırlaşmışdıq. Bəncə indi komanda ən başda komandada bir-birinə sevgi ilə bilməlidirlər, yoldaşlıq olmalıdır. STEM mərkəzlərində əsasən tamamilə doğrudur, yəni praktiki məşğələlər keçirilir. Burada əsasən robototexnika üzrə təlimlər olur. Təlimlər həftədə bir dəfə saat yarım olmaqla şagirdlərə keçirilir. Təbii ki, şagirdlərin yaş deməli qrupu nəzərə alınaraq müxtəlif təlimlər üzrə şagirdlər bölünür. Təlimlərin əsas məqsədi istər ölkədə, istər xaricdə olan beynəlxalq festivallara şagirdləri yetişdirməkdir. İlk vaxtlar mən burada təlimlərə qatılmışdım. Hansı ki, bu təlimlər mənə çox marağımı cəlb eləməyə başlamışdı. Robototexnikaya dəhşət dərəcədə marağım yarandı. Motorlar, belə hərəkətli hissələr, belə şeylərə çox marağım gəldi. Safa burada həvəsi oyatdıran da bu təlimlərdir ki, o yəni daha da önəmlidir. Təlimlərdən sonra insanda maraq daha da artır, STEAM özünü cəlb edir və artıq Safa getmək istəyi daha da artır məncə. Beynəlxalq müsabiqələrdə qalib olmaq, yəni başqa uşaqlardan, yəni bu müsabiqələrə qatılmayan uşaqlardan bir addım öndə olmaq deməkdir. Yəni bu bizim üstünlüyümüzdür. 11-ci sinifdən sonra bakalavr təhsilimi xaricdə, Avropada və yaxud Amerikada davam elətdirib, ölkəmə qayıdıb Azərbaycan üçün, öz vətənim üçün çalışıb, bir səy göstərib, ən gözəl avtonom dronları və pilot uçuş aparatlarını düzəltməyi özümə hədəf qoymuşam.